Salam əziz həmvətənlərimiz. Elə gün olmur ki, biz yeni əcaib qanun, qayda, yeni belə deyək, hökumətin addımını eşitməyək. Bugün mən hansı mövzuda danışmaq istəyirəm? Bugün qarşıma çıxdı, yəqin sizin də qarşınıza çıxıb. Artıq Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində taksilərin ümumi sayı tənzimlənir və bu ümumi sayı 25.000 ədəd taksidən artıq olmayacaq. Yəni artıq buraxılış vəsiqələri və ya taksiyə belə deyək, el dilində desək, icazə verilmiş taksi sayı cəmi 25.000 olacaq. Yəni mən indi deyilə bilər ki, nə var burada? Dünyanın bir çox yerlərində taksi limitlidir, say var, filan var. Amma gəlin reallığı danışaq. Bakıda bu günə qədər, yəni taksilərin taksi fəaliyyəti üçün uydurma qərarlar, yeni taksi olmalıdır, tıxacın qarşısı alınacaq, güya ki, nə bilim, bu buraxılış kağızlarını alan sürücülər daha mədəni olacaq, daha səliqəli olacaq, filan olacaq. Bu, belə deyək, bəhanələrlə taksi fəaliyyətini məhdudlaşdırdılar, lisenziyalar tətbiq elədilər və Bakıda ümumiyyətlə taksilərin qiyməti qalxdı. Və taksi sayı 67 mindən, 65 mindən gəldi, düşdü ardasa 15-18 min arasına. Bu dəqiqə faktiki olaraq Bakıda 15-18 min taksi var. Şəxsən mən də şəxsi gündəlik həyatımda taksidən istifadə edən bir müştəri kimi və ya vətəndaş kimi deyə bilərəm ki, taksilər vaxt olur ki, 8 dəqiqə, 10 dəqiqə gözləməli olursan. Niyə? Çünki müştəri düşürdür, gələ bilmir, gedə bilmir. Yəni, bu o deməkdir ki, tələbat var. Və bu gün artıq Nazirlər Kabineti yeni qərar çıxardıb və qərara əsasən belə deyək də artıq taksilərin sayı noyabrın 1-dən 25 mindən məhdudlaşacaq. Burada baxın, mən bunun negativlərini sayım. 1. Yəni, gedib imtahanını verib, lisenziyasını alıb, buraxılış vəsiqəsini alan İstənilən adam taksi fəaliyyətindən fəaliyyət göstərə bilməyəcək. İş yerləri itəcək. Zaten 67 min taksidən gəlib 18 minə düşübsə, bu o deməkdir ki, nə qədər insan iş yeri itirib. Nə qədər taksi istifadəçisi, yəni müştəri artıq kənarda qalıb. Deyilə bilər, taksiyə minməsin, ictimai nəqliyyata minsin, metroya minsin, avtobusa minsin. Yəni, metrodakı vəziyyət, avtobusda, ictimai nəqliyyatdakı vəziyyəti mənim deməyimə güman edirəm, ehtiyac yoxdur. Yəni, hamımız bilirik. Metro güya ki, interval 2 dəqiqədir. Türkiyənin ən məşhur blogeri çəkib ki, 5 dəqiqə 38-ci saniyədə qatar gəldi. Məsəl üçün deyək. Yəni, biz demirik ki, bunu dünya danışır. Eyni ilə də gəlin saat 6-dan sonra ictimai nəqliyyat, avtobus dayanacaqlarındakı insanların sıxlığına baxın. Gəlin gedək görək, saat 5-dən artıq 8-ə qədər metroya minmək olurmu? İctimai nəqliyyatlara minmək olurmu? Ümumiyyətlə, avtobusların sayı, metro qatarlarının sayı, stansiyaların sayı qane edirmi? Bunların əsasına bax. Yəni, sual oluna bilər ki, yaxşı o zaman niyə bu taksi fəaliyyəti məhdudlaşdırılır və hörmətli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi digər adıyla Aynanın medianın sorğusuna verdiyi cavabı sizə oxuyuram. Görün, burada nə qədər həqiqət görürsünüz. Baxın, cavab belədir. Deyir ki, bildiririk ki, kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətinin səmərəliliyinin və keyfiyyətinin artırılması. Yəni, say azalanda keyfiyyət mi artır? Bu harada yazılıb? Yəni, əgər çoxdursa mütləq keyfiyyətsizdir. Onda mən sual verirəm, bu qədər məmur kimə lazımdır? Məmurların da sayını azaldın ki, bəlkə keyfiyyətləri artdı. İcra başçılarının sayını azaldın, bəlkə keyfiyyət artdı. Nə bilim, o haram yeyən vəzifəli şəxslərin sayını azaldın, görək keyfiyyət artırmı, ya azalırmı? Yəni, avtomobil sayını azaldırıq ki, keyfiyyət artsın. Bax, mənə sualıma cavab verin. Taksi sayını azaltmaqla keyfiyyətin nə aidiyyatı var? Nə əlaqəsi var keyfiyyətin sayının artırılması? Sonraki cümlə. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri optimallaşdırılması məqsədi daşıyır. Yəni, bu deməkdir ki, tək güc taksiyə düşməsin. Metroya da minsinlər, avtobusa da minsinlər, olmayan tramvaya minsinlər, olmayan troleybusa minsinlər. Cəmaət getsin digər nəqliyyat vasitələri. Yəni, bunların gətirdiyi Bakubas avtobuslar boş getməsin. İnsanlar bel-belə orada getsinlər, bunlar pul qazansınlar. Yəni, bu məntiqə baxın. Yəni, sayı azaldırıq,
keyfiyyət artsın. Hörmətli Anar müəllimə sual verirəm Aynan rəhbərinə. Say azalanda keyfiyyət artır anlayışı harda var? Hə, bu hardasa eşidib ki, kəmiyyət keyfiyyət fərqi var. Olmazmı həm keyfiyyət yaxşı olsun, həm kəmiyyət çox olsun? Yəni bu bir-birini əks eləyən məsələ deyilmi bu? Yəni bu harda yazılıb bu? Əksinə rəqabət çox olanda keyfiyyət artır. Hə. Sonraki izahları avtomobil nəqliyyat paylaşılması, optimallaşdırılması məqsədi daşıyır və avtomobil nəqliyyatı haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunub. Bunların da təzə bir şey öyrəniblər. Nə hoqqa çıxartsalar, nə oyun çıxartsalar, dünyada da var bu. Dünyada da minimum əmək haqqı gəlin görək nə qədər, 400 manatdırmı? Dünyada da gedişdə tələbələrə, pensiyaçılara, nə bilim, imtiyazlı şəxslərə endirimlər var. Görək bizdə varmı? Dünyada avtobusun, metronun keyfiyyəti, oradakı xidmət görək bizdə də varmı? Hansı gününüzə siz durub bizi Londondan, bizi Moskva ilə, bizi İstanbulla, Parijlə, nə hansı gününüzə, hansı belə deyim, məntiqlə bizi Parijlə, Londonla müqayisə edirsiniz, New Yorkla müqayisə edirsiniz. Bizi müqayisə elə Afrika ilə. Niyə? Çünki sənin xidmətin Afrika xidmətidir. Bugün Bakıda bütün Baku kart, belə deyək, o QR kodla Baku kart sistemi çöküb və 10 qəpiyə artıranda cəmi 15 gün bundan qabaq deyirdiniz ki, keyfiyyət artacaq, keyfiyyət gözəlləşəcək, xidmət yüksələcək. Hanı bə? Hamı qalıb yollarda. Kart sistemimiz çöküb. Yəni, bu metroda da çöküb, avtobusda bugün baxın, yəni baxın bizim dostlar da hamısı küçələrdə qalır. Yəni bu məsələlərdə bilirsiniz insanların başını azaldadın. Bəs deyin, deyin ki, qardaş, açıq şəkildə deyin ki, biz istəmirik insanlar getsin, taksi fəaliyyətdən məşğul olsun, bizim orada avtobuslarımız boş getsin, özümüzün gətirdiyimiz taksilər az qazansın. Vəssalam, bunun bir məqsədi var ki, 5-10 oliqarxın cibi də olsun, 5-10 məmurun cibi də olsun. Hə, orada 67 min, qardaş, özgə bir şey deyəndə deyirsən ki, mesela Bakıda niyə evlərin qiyməti bahadır da, bunlara bir nəzarət eləyin, bunlara kvota qoyun, kvadrat metrini məsələn deyin ki, 600 manatdan artıq satmaq olmaz. Bunu deyən kimi bizə deyirlər ki, bilirsiniz, tələb təklif var, bazar qaydaları var, biz bazar qaydalarına müdaxilə edə bilmərik, tələb varsa təklif də olacaq. Onda mən də sizə sual verirəm, taksiyə tələb varsa siz niyə müdaxilə edirsiniz? Kim gedib havayı ziyanına taksi işlədər? Əgər Bakıda 60 min taksiyə tələb varsa 60 min yaranacaq. 100 minə varsa 100 min. Yoxsa da tələb olmayacaqsa 100 min taksi olsun. Bir gün, 2 gün ziyanına işləyəcək, 3-cü gün işləməyəcək. Yəni siz niyə hər şeyə müdaxilə edirsiniz? Yaxşı, bu qədər işsiz qalan insanları harada işdən təmin edəcəksiniz? Küçələrdə taksi gözləyən insanları alternativ hansı ictimai nəqliyyatla təmin edəcəksiniz ki, onunla gedək? Hələ mən taksilərin qiymətinin 3 qat, 4 qat artacağını demirəm. Yəni, məqsədiniz nədir? Bakıdan çıxaq gedək də, qardaş. Deyin ki, adi insanlar Bakını tərk eləsinlər. Çıxın, gedin, biz burada rahat yaşayaq. Yəni, mən bu məsələnin qətiyyən əleyhinəyəm. Heç bir əsası yoxdur. Yenə deyirik. Biz deyirik ki, qardaş, metronun qiyməti, avtobusun qiyməti 10 qəpik qalxıb, əsassızdır, filandır. Bir səs çıxmır. Qardaş, biz müxalifədir, biz bunu deməliyik, biz bu narazılıqları çatdırmalıyıq insanlara. Sizə də çatdırmalıyıq, iqtidarın nəzərinə çatdırmalıyıq ki, tədbir görün, olmaz belə. Yəni, Bakını sən Londonla, Parijlə, New Yorkla, nə bilim, digər Berlinlə müqayisə eləyəndə təbii ki, sən əsaslandıracaqsan ki, İstanbulda cəmi 30 min taksi var. İstanbulda minimum əmək haqqı 800 manatdır və minimum əmək haqqı ilə işləyən adam yoxdur. Ən azı 1600 manatla işləyirlər, ən azı maaş alan. Bizdə 300 manat, 380 manata işləyir insanlar. Hansı günümüzə müqayisə edirsiniz? Yəni, düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız məsələsi. Bizim bütün standartları, ödəməli vergilərimizi, verməli olduğu rüsumlarımızı, taksi, hamısının ödəməli pullarımızı Avropa ilə, amma aldığımız xidməti Afrika ilə. Yəni, bu qərar qətiyyən reallığı əks elətdirmir, insanların cibinə zərbədir, insanların yaşayışına zərbədir, paytaxtdakı insanların onsuz da ağır olan güzaranı daha da ağırlaşdırmalıdır. Biz bu qərarın əleyhinəyik, sözümüzü buradan belə deyək də, ictimailəşdiririk. Güman edirəm ki, aidiyyatı qurumlara çatar və insanların bu təbii narazılığını nəzərə alarlar. Təşəkkür edirəm, sağ olun.